Hello guys, necəsiz? Deməli, bugün başlıqdan da gördüyünüz kimi günlük makyajımı bir yerdə eləyirik. Niyə? Çünki bir takipçim, bu arada həqiqətən bir dənə takipçim, bir videomun altına belə bir yorum yazmışdı və bu videonu məndən istəmişdi. Və əlbəttə ki, mən belə şeyləri çox sevirəm. Yəni, necə deyim, kommentlərdə hani bu videonu da çəksən yaxşı olar, bu videonu da çək falan deyib belə ideyalar verilməsini mən çox sevirəm. Ona görə ümid edirəm bu video həmən takipçimin də qarşısına çıxar. Bugün əsasən makyajda, məsələn, ilk başlayanda kəşke bilərdim dediyim şeyləri də sizlə bölüşəcəm həmçinin. Həm də belə öz makyajımı, yəni gündəlik olaraq necə elədiyimi, öz tiyolarımı falan sizlə bölüşəcəm. Ümid edirəm sizin üçün də maraqlı və faydalı bir videolar. Sözü daha çox uzatmaq istəmirəm, elə isə başlayaq. Deməli, bir makyajda əsla keçməməli olduğunuz bir part varsa, o da kəsinliklə üzün nəmləndirilməsidir. Mən nəmləndirmək üçün yəni üzümə bunu, göz altıma da bunu istifadə edirəm. Bu ikisi zaten demək olar ki, hər videomda göstərirəm. Çox qəşəngdilər. Deyim ki, başdan mənim üzüm karma bicitdir və mən bunu istifadə edirəm. Çox qəşəng nəmləndiricidir, amma bir mənfi cəhət odur ki, çox tez bitir. Yəni hər ay təzəsini almalısınız, amma bu elə deyil. Bunu göz altım üçün istifadə edirəm. Çox qəşəng nəmləndirir. Zaten bir damcı barmağımıza vurub belə iki əlimizə yayıb gözümüzə vurmaq bəs eləyir. Yəni bunu mən 2-3 aydır falan işlədirəm və yəni məni çox qane eləyir həqiqətən. Verdiyim hər kuruşa dəyir. Yenə olsa yenə alaram. Və ehtimal qurtarında yenə də alacağam. Bu aralar rutinimə əlavə elədiyim bir şey daha var. O da L'Oreal'ın bu Lumi Glotion'udur. Mən bunu çox da highlighter kimi istifadə eləmirəm açığı. Mən belə üzdə baza kimi istifadə edirəm və yanaq hissələrimə vururam ki, o parlaqlığı artırsın. Baxın, nəmləndiricim və bu Lumi Glotion'la birlikdə üzüm belə olur. Dəhşət vəhşət bir glass skin effekti vəd eləmirəm sizə bu məhsuldan. Amma təbii bir parlaqlıq nəmləndirici ilə birləşəndə həqiqətən qəşəng bir parlaqlıq var, yəni verir. Haqqını yeməyək. Və baz olaraq da çox qəşəng istifadə oluna bilər, yəni makyaj altı üçün. Daha sonra mən makyaja həmişə ilk olaraq qaşlardan başlayıram. Niyə qaşlardan başlayıram? Çünki daha sonra mən concealer vururuq, tonalini vururuq. Bunun kisti, bu yəni fırçası onlara dəyir və başlayır kiçiklənməyə və daha sonra onun içində belə xırda-xırda ağ şeylər olur. Onlar da qaşımıza çıxır. Bilməm, başa sala bildim yoxsa yox. O görüntünü əldə eləməmək üçün ilk öncə qaşlardan başlayın. Mən bu Maybelline'in qaş sabitləyicisini istifadə edirəm. Çox qəşəngdir. Mən NYX'i də istifadə eləmişəm. NYX'in də qaş sabitləyicisini istifadə eləmişəm. Bu qabda olanlardan da istifadə eləmişəm. Lop ilk istifadə elədiyim, səhv xatırlamıramsa oydu, o qabda olanlardan idi. Amma məncə ən qəşəngi budur. Yəni indiyə qədər istifadə elədiyim qaş gelləri arasında ən qəşəngi budur. Bir də kisti falan da qəşəngdir. Yəni mənim üçün çox idealdır. Bir də məsələn bu bitdiyini düşünə bilərsiniz, amma əsla bitmir. Qıraqlardan sıxırsınız bunu. Onun qırağında qalır da bayağı gel, amma belə kisti belə eləyəndə gəlmir o. Ona görə bunu belə sıxırsınız, bayağı bir gel gəlir və qaşlarınızı darayırsınız. Çox da bərəkətli bir məhsuldur fikrimcə, yəni bayağı da gedir. İndi keçirik göz makyajına. Mən makyajda ilk olaraq göz makyajını eləyirəm. Çünki çox oynadığım yer oradır. Liner olur, nəmli olur, o bəzən adamı bezdirə bilir. Ona görə ilk olaraq oranı bitirirəm ki, sonra qalanını rahat-rahat eləyim. NYX'in bu concealer'ını istifadə eləyirəm. Bunu deyim ki, mən bir çox markanın concealer'ını istifadə eləmişəm həqiqətən də. Daha bahalı da olsun, məsələn, Dior'da olsun, lüks markalar olsun, daha ucuz, Catrice falan. Və sizə belə bir tövsiyə vermək istəyirəm. Ucuzlu markalardan istifadə eləməyin. Yəni burada nəzərdə tutduğum şey deyil, hani gedin lüks markalar alın falan fistan deyil. Sadəcə məsələn bu Cev falan var ya, Cevdi nəmlədir, odur da hər nəysə. Onun kimi məsələn çox-çox ucuzlu tutam ki, concealerlar 5 manatdır, 3 manatdır. Alırsınız, vurursunuz gözünüzə, uşaqlar. Özünüzü bədbəxt eləyəsiniz də həqiqətən. Və mən məsələn bir dönəm Catrice'inkini işlədirdim. Bayağı bir şey idi də, mənim gözümün altına qaralıq verdi Catrice ki, hansı ki mənim göz altı problemlərim demək olar ki, yoxdur da. Yəni orada necə görünür bilmirəm, amma göz altımda qaralıq falan demək olar ki, heç vaxt olmayıb. Məsələn, NYX orta qiymətli məhsullar satır, ala bilərsiniz, uyğun qiymətlidir. L'Oreal'ın uyğun qiymətli məhsullar var. Yəni bu tip markalara ən azından yönəlim. Mən başa düşürəm ki, hamımız tələbəyik və hər zaman heç də lüks markalar istifadə edə bilmərik. Amma orta markalardan gedin. Bu 3-5 manat markalardan getməyin, xahiş edirəm. Bu arada deməyi unutdum. Concealer'ı belə bir fırça ilə yayıram, concealer fırçası ilə. Məndəki belə bir markadan, amma markanın heç bir fərqi yoxdur. Yəni sadəcə girib random bir şəkildə alıb çıxmışam bunda. Sadəcə
fırça ilə yaymaq daha yaxşıdır və çalışın 2 dənə fırçavız olsun. Məsələn, bir həftədən bir yuyun onları. Çünki çox istifadə elədikcə, yumadıqca o fırça başlayır iz qoymağa və görsəz ki, əgər fırçavız çox iz qoyur, biraz belə sponjdan yavaş-yavaş belə üstündən keçə bilərsiniz ki, o izi götürəsiniz də, amma az-az da belə minnak. Daha sonra gözümün üstünə bu UV Stroşenin pudrasını keçəcəm. Yəni o qədər mükəmməl bir pudradır ki, bəbəkdir də bu pudra. Bu 20 neçə manatdır, 30 manat, amma deyəsən Azərbaycanda satılmır, Türkiyədən ala bilərsiniz, Trendyolda satılır. Burada belə bir buna nə deyirlər, bilmirəm, sponj deyil əslində bu. Nəysə, belə bir şey var. Pudranı daha çox bundan yaymaq daha yaxşı olur. Niyə görə? Çünki bu uc hissələrə, gözün bu iç hissələrinə, daha sonra məsələn gözümün altına eləyəcəm bu hissələrə falan rahatlıqla girir. Ona görə ala bilsəm, markan falan heç bir əhəmiyyəti yoxdur. Sephora'nın falan var, onlar daha bahalıdırlar düzdür. Şeyindən, Temudan falan da sifariş eləyə bilərsiniz. Dəstlərin içində olur bunlar, ayrılıqda da satırlar, burada da satırlar. Yəni çox qəşəng, çox okey bir məhsuldur. Hər yerdə də belə yəni üzünüzün hər yerinə də girir. Pudranı eləyəndən sonra bir fırça alırsınız belə, o qalan pudranı biraz belə süpürün. Çünki qalır o toz kimi qalır orada, qəşəng görünmür. Bu arada göz altıma bilə-bilə hələ konsiler vurmuram. Göz makyajımı eləyəndən sonra göz altıma vuracağım konsilerimi. İndi gəldik göz makyajına. Deməli, bir dənə belə bir nude rəngləri olan mütləq bir far paletiniz olsun. Yəni məndəki Revolution'dur və bayağı qəşəngdir. Bayılıram bunun zərlərinə falan, hər şeyinə bayılıram. Amma şərt deyil ki, yəni hər hansı bir marka, müəyyən bir marka ola bilər. Yəni sonuçta farda, yəni farın bir ziyanı yoxdur, düşünürəm. Yəni mən elə düşünürəm. Buradakı rənglərdən birini seçəcəm. Hansı seçəcəm bilmirəm amma. Nəysə, bunu seçirəm. Belə nude bir rəng. Belə bir fırça alırsınız. Ucu, necə deyim, belə biraz sıx bir fırça olsun ki, rahat yaya biləsiniz. Alırsınız, biraz artığını vurursunuz ki, geçsin. Çünki farın ilk belə batıranda onun üstündə çox şey olur, məhsul olur. Və o çox məhsulla direkt işə girişəndə orada topaqlanma falan olur. Yəni cızıqlar falan düşür. Ona görə qəşəng görünmür. Ona görə mütləq bir dəfə belə çırpın ki, üstündəki artıqlıq geçsin. Yes, belə oldu. Əslində bu ışıqdan çox görünmür, amma çox qəşəng soft bir rəngi var. Daha çox gündəlik makyaj olduğuna görə mən gündəlik makyajlarımda tamamilə belə soft rənglər istifadə edirəm. Ağır istifadə elədiyim olur təbii ki, yəni ağır rənglər, belə tünd rənglər falan, amma bəzən də, yəni həmişə yox. İndi gələk əsas məsələyə, yəni liner məsələsinə. Hər gün universitetə gedəndə o lineri çəkmək biraz çətin olur. Ona görə mən sizə bugün, yəni ən azından mənim üçün daha asan olan bir metod göstərəcəm. Belə bir fırça alırsınız, baxın, ucu belə əyri. Və dediyim kimi far paletində həmişə belə daha dark bir rəng olur və əslində belə tünd qəhvəyi rəngdir, qaraya çalır da. Həmən bu fırçanı götürürsünüz, vurursunuz bu far paletinə. Biraz dediyim kimi artığını əlinizə alırsınız və gözünüzün bu hissəsinə qoyursunuz. Yəni belə bir şey alınacaq. Əlbəttə ki, oradan heç qəşəng görünmür. Amma bu bizim üçün bir problem deyil. Bizim bu fırça ilə eləməli olduğumuz əsas məqsəd bir növ linerımızın ilkin formasını çəkməkdir. Daha sonra nə edirik? Belə bir fırça alırıq. Belə gördüyünüz kimi incə, düz, uzlu bir fırçadır. Və konsilerimizi götürürük. Biraz əlimizin üstünə vururuq. Və bu fırçanı konsilerimize batırırıq. Burada hansı ki bizim üçün artıqlıq eləyən bu qalın xəttlər var ha. Onların hamısını konsilerlə təmizləyirik. Bu qədər. İstəsəz əgər bunun ucunu əlinizə vurun, belə təmizləyin. Məsələn, baxın, burada görürsünüz biraz ağlıqlar var. O ağlıqları bu fırçanın ucu ilə doldurun geçsin. Şu. Yəni heç vaxtımı almadı. Hətta mən danışa elədim. Yəni bir dəqiqəvizi falan alar, çox asandır. Və dediyim kimi, hani konsileri bunun altından belə gətirməyimiz bildiyiniz, yəni orada olan bütün, necə deyim, o səhv görüntülərin hamısını bağlayır.
əlimiz öyrəşəndən sonra hətta belə daha tez olur. Çünki linerdəki kimi belə imini düz xətt çəkmək kimi bir çaba olmur. Yəni random bir xətt çəkirsən və onun qırağını düzəldirsən, bu qədər. Əgər hani bu hissə çox qalın olsa, çox fərq etmiş olsa, biraz belə acı qulaq çöpü ilə də düzəldə bilərsiniz. Yəni mən bu metodu bayılıram. Çox asan bir metoddur, çox qəşəngdir. Mütləq deneyin. Digər gözümə də çəkim gəlirəm. Çəkdim, gəldim. Bugün belə göz makyajımı sadə tutmaq istəyirəm. Amma bəzən gündəlik makyajlarımda buradakı zərlərdən də istifadə edirəm. Bəlkə vurum. Hadi vurum bugünlük. Bunu vuracağım. Bu arada bu far paletinin zərləri o qədər gözəldir ki, yəni buradan böyük ehtimal onu göstərə bilməyəcəm sizə, amma həddən artıq gözəl zərləri var. Mən çox bəyənirəm. Yəni əgər ilk başlamaq üçün bir palet istəyirsinizsə ya da axtarırsınızsa, Cassinin Revolution'un bu paletinə baxa bilərsiniz. Mən də Türk bir influencerda görmüşdüm. Həyatımda aldığım ən qəşəng şeylərdən biri ola bilər. Orada zərli farları barmağımla vurmağı daha çox sevirəm. Çünki düşünürəm ki, onda zərlər daha qəşəng görünür. Nəysə, belə. İndi keçək gözümüzün altını konsilerlayaq. Mən gündəlik makyajımda tanan istifadə eləmirəm. Bəzən olur ki, burada bir-iki dənə qızarıqlığım olur. Onların üstünə konsiler vururam. Vəssalam. Başqa məsələn belə tanani, BB krem falan eləmirəm. Çünki o qədər də problemli bir dəriyə sahib deyiləm dediyim kimi. Əgər problemli bir dəriyə sahibsinizsə də çalışın vurmayın tanani falan. Çünki onlar zaten ayrı bir problem yaradırlar düşünürəm ki, dəri üçün. Onsuz da yəni dəri bütün günü makyaja məruz qalır yetəri qədər. Biraz da onu tanani ilə falan ağırlaşdırmağa ehtiyac yoxdur. Əgər dərinizdə problem falan varsa, dermatoloqa falan danışın. O səpkiləri keçirtməyə çalışın. Yəni onların üstlərini örtməyə çalışmayın. Onları sağaltmağa çalışın ki, daha sağlam bir görüntü əldə edəsiniz. İndi gözümün altına da pudra keçəcəm. Və yenə bayaq götürdüyüm fırçanı götürürəm. Bu üstə qalan bütün pudra qalıntılarımı silirəm. İstəyirsinizsə qalıcı olması üçün biraz gözlədim pudranı, sonra süpürün gözünüzün altından. Yəni sizin seçiminizi tamamilə. Göz makyajında bir dənə tuşum qaldı. Tuş olaraq da, yəni maskara olaraq ya High Sky istifadə edirəm, ya da bu Maybelline'in La Sensation'ı istifadə edirəm. Amma məncə bugün High Sky vuracağam. Mənim makyajda ən çox sevdiyim ikinci şey kiprik qıvırandı. Amma diqqətli olun bunu istifadə edəndə. Yəni kipriklərinizi qırmayın, kökündən çıxartmayın, belə şeylər eləməyin. Maskara çəkəndə də bunu deyəcəydim ki, kipriyinizi qıvırdınız. Birinci bu kipriyin ucu hissələrinə vurun. Direkt belə dibə girişməyin. Birinci uclarına vurun. Daha sonra başlayın diblərə vurmağa. Deyəsiniz ki, Nailə niyə? Çünki ilk öncə kipriklərin bu dib hissələrinə girişəndə sizin o qıvırdığınız kipriyin heç bir mənası qalmır. Məsələn, ən azından mən bunu bir dəfə TikTokda gördüm və TikTok həyat qurtarır. Denədim və həqiqətən kipriklərim daha uzun müddət yuxarıda qaldı. Nəinki dibdən başlayıb vuranda. Ona görə ilk öncə uzlara vurun, daha sonra diblərə keçin. Onda daha qəşəng olacaq, inanın. Əgər kiprikləriniz çox düz deyilsə, tabii ki, yəni kiprikləriniz mənim köhnə kipriklərim kimi düz aşağıya baxırsa, ondan yapacaq bir şey yox. Onda gedin laminasiyaya. Laminasiyada necədir? Məsələn, mənim kipriklərim əvvəl düz idi və necə oldu? Laminasiya okey, qəşəng eləyir kiprikləri, amma belə bir pis şey var ki, yönü var ki, kiprikləri çox yıpradır. Ən azından mən yaxşı yerdə elətdirməyimə baxmayaraq, kipriklərimin incətdi də, belə necə deyim, tüklərini incətdi kipriyimin. Ona görə o baxımdan biraz laminasiya çox da tərəfdarı deyiləm. Hətta bir aydan artıq düz elətdirmirəm, elətdirməyi də düşünmürəm. Amma nəyi yaxşıdır laminasiyanın? Kipriyimin o düzlüyünü qırdı. Yəni əvvəllər kipriklərim belə məsələn durmurdu. Nə qədər qıvırıramsa qıvırım, amma məsələn indi durur. Çünki o düzlüyü getdi də, yəni qırıldı o düzlük. Elətdirmək istəsəz də əsla gedib ucuzlu yerlərdə elətdirməyin, kipriklərinizi yandırarsınız. Və son olaraq bir də tuşu çəkəndən sonra qıvırıram. Bu o qədər də qəşəng bir şey deyil, bilirəm, əslində zərər verir kipriklərə, amma alışqanlıq olub. Belə daha gözəl görünür kipriklər, baxın. Daha güzel, ne yapayım? Vazgeçemiyorum. Bununla bağlı videolar falan var. Hani
qız eləyir, Allah uzaq eləsin, bütün kipriklər qalır bunun ucunda falan. Çalışın elə şeylər yaşamayın da, yəni çox sıxmayın, bir damcı eləyin, buraxın. Çox sıxanda elə şeylər yaşaya bilərsiniz. Doğru deməyin ki, Nailə sən dedin, biz elədik, sonra belə oldu. Elə şeylər olmasın. Və bununla da demək olar ki, göz makyajımızı bitirdik. Nəhayət ki, ya Rəbbim. İndi keçək tez üzü həll eləyək. Mən birinci konturdan başlayıram. Kontur NYX'in bu konturunu istifadə edirəm. Çox qəşəngdir. Məndəki soyuq at tonudur. Bu arada kontur çəkəndə məsələn mən əvvəl şey eləyirdim. Bu hissəyə çəkirdim biləm. Bu hissəyə də bildiniz necə. Amma sonra videolarda falan gördüm, dedilər ki, yox, biraz üst hissəyə çəkmək lazımdır konturu. Mən də başladım eləməyə. Kontur üçün belə bir fırça istifadə edirəm. Daha sıx bir uclu fırçadır. Və mənim üçün okeydir. Bu arada mən bronzer istifadə eləmirəm, sadəcə kontur istifadə edirəm. Konturumu dağıtdım. Daha sonra mənim ən sevdiyim partlardan biri ənlik. Yəni mən tam bir ənlik körüyəm. Və ənlikləri çox sevirəm. Hətta belə bir video çəkmək istəyirəm shorts olaraq. Amma bilmirəm, istəyirsinizsə çəkməyimi yazın alta. Açığı ənlikdən bolam. Amma bugün niyəsə bu Rare Beauty'nin ənliyini istifadə etmək istəyirəm. Ənlik üçün də belə bir fırça alıram. Bu arada bu Rare Beauty'nin ənliyi bayağı bir pigmentlidir və hani şey düşünməyin, hani Rare Beauty'də bahadır falandır fistandır. Ömrünüzün sonuna qədər gedər də bu ənliyi hər gün istifadə eləsəz. Baya çox gedir, yəni baya bərəkətli bir üründür. Hətta mən çox belə vurdum. Bunu bir damcı toxundurmaq belə bəs eləyir də, yəni. Ənliyimi də yaydım. Sonlara yaxınlaşırıq artıq. Ən sevdiyim hissələrdən biri bakingdir. Yenə pudramızı götürürük. Bu üçbucaq zadımızı götürürük. Nə deyirlərsə artıq bunun adına. Bu hissəni belə mən buralara da keçirəm. Çünki oradakı ışıltıları sevmirəm. Ona görə blurlayıram onları. Pudra daha çox dedim ki, yəni matlaşdırmaq, blurlaşdırmaq üçündür. Və mən oradakı ışıltıları sevmədiyimə görə onları da blurlayıram. Və üzümün digər bölgələrinə də elədiyim kimi biraz gözləyirəm və daha sonra fırçamla süpürürəm. Mən nə vaxt bura video çəkməyə otururam, amma başlayır evlər presoslanmağa. Nəysə, deyəsiniz ki, bu baking nə işə yarayır? Bu baking, baxın məsələn bu hissəni daha incə göstərir, üzü daha qəşəng göstərir, makyajı ümumiyyətlə daha qəşəng göstərir. Bir də şəkillərdə falan belə daha professional görünür üzünüz. Daha qəşəng görünür. Və dediyim kimi, parlamağını istəmədiyiniz yerlərdə blurlamaqda çox adama kömək eləyir. Həqiqətən mükəmməl bir şeydir. İndi sizə highlighter tövsiyəsi vermək istəyirəm. Highlighter olaraq mən Charlotte Tilbury'nin bu iki highlighterını bayılıram, sevirəm. Bebəkdilər. Amma şərt deyil ki, gedib bunlara bu qədər pul verək. Məndəki minidir, mən dəstalında almışdım. Yanında pomadasının glossu da var idi. Amma bahalıdır, yəni bunu qəbul eləyək. Və bunu almaq məcburiyyətində deyilsiniz. Daha aşağı qiymət şkalasında sizə eyni performansı göstərə biləcək highlighterlar var. İndi onu da göstərəcəm. O uyğun qiymətdə dediyim highlighter hansıdır? Bu. Pastelin bu highlighteri. Rəngi bilmirəm. Baxın, arxası da belədir. Mən bunu hətta bax görün, yəni dibinə girmişəm də highlighterın. O qədər bəyənirəm. Çox qəşəngdir. Mən bunu Duygu Özaslanla influence olub almışdım. O Tom Ford'un highlighteri var ya, ona müadil kimi demişdi bunu və bir üzünə onu çəkmişdi, bir yanağına onu çəkmişdi, bir yanağına bunu çəkmişdi və göstərmişdi ki, baxın da heç bir fərqi yoxdur. Və onda məsələn direkt belə influence olub gedib qaça almışdım. Barmağımdan vururam bu arada bunu. Yəni üzü möhtəşəm göstərir həqiqətən. Bir dənə pis işi odur ki, buruna getmir. Çünki belə daha çox yağlı bir kıvama sahibdir. Buruna məsələn mən vurmuram, çünki mən burnumu yağlandırır, daha çox belə yağlı göstərir. Ona görə daha çox yanaqlarımı bəyənirəm. Keçək lip komboya. Bu arada mən saçlarımı kəsdirmişəm. Yenə. Keçən dəfə qatlı kare, yəni qatlı kəsim eləmişdim, amma bu dəfə düz kare elətdirmişəm saçlarımı, bilməm. Mən araşdırdım. Siz də yazarsınız yorumlara, əgər bura qədər baxmısınızsa videoya. Lip combo olaraq yenə mənim favorite dodaq qələmim. Bu NYX'in Nude Truffle-ını istifadə edəcəm. Dodaq qələmi çəkəndə bu orta hissəni mən yəni qırağa çıxıram baya. Niyə? Çünki mən yumru dodaq sevirəm. Amma bu qıraq hissələri çalışın öz dodağınızın üstü ilə gətirin. Baxın belə. Və altı da çox çıxmayın qırağa. Yəni sadəcə öz dodağınızın altı ilə belə çəkin.
Bizim niyə görə deyirəm bu qıraqlardan çox qırağa çıxmayın? Qəşəng görüntü alınmır. Məsələn, baxın. Bu daha təbii göstərir dodağı. Nəinki siz umsam çox belə qırağa çıxanda heç qəşəng görünmür, heç qəşəng təbii də görünmür yəni. Bu da mənim kaş daha tez öyrənərdim dediyim şeylərdən biridir. Pomada olaraq da MAC-in bu pomadasını istifadə edəcəm. Belə nude və belə qəşəng bir rəngi var. Çox gözəldir. Dodağı da göstərəcəm indi. Belə bir rəngi var. Yəni çox bəyənirəm. Bu aralar əlim ancaq buna gedir. Bilmirəm yazdımı deyə ya nə. Makyajımın son halı budur. Ümid edirəm bəyənmisiniz və sizin üçün faydalı bir video olmuşdur. Yəni mən gündəlik olaraq belə bir makyaj eləyirəm və kaş ki daha öncədən, yəni makyajı ilk başlayanda bilərdim dediyim şeyləri də sizlə bölüşməyə çalışdım. Ümid edirəm heç nəyi unutmamışamdır. Belə bir videonun daha sonuna gəldik. Kanalıma abunə olmağı, videoya like atmağı unutmayın. Özünüzə yaxşı baxın.